Maliyyə naziri olan Sahil Babayev barədə o qədər şikayətlər var ki, demək olar ki, qazilərin 90% bu insandan şikayət eləyir, bu nazirdən şikayət eləyir. Çünki hər kəsin əlilliyini ləğv elətdirir, özü üçün xərcləyir, kef eləyir. Onların pulu ilə ailəsinə, yaxınlarına nəsə alır, gedir istirahət eləyir. Qazilər isə burada əlilliyi ola-ola əlilliyini təsdiq edib pensiyasını ala bilmir. Sahil Babayev, buna baş eğmeyeceğim Sahil Babayev. Hakkımı vereceksin. Benim balam vardı, senin balan Dubai'de kebelir alacak. Senin kişiliğin yoktu şatan buna. Alem dağıldı, alem uşağı vardı. Sahil Babayev, kişiliği batış buna. Sahil Babayevin belə bir videosu yayılıb. Heç belə vecinə deyil ki, bu insan nə qədər insanın ahını, nə qədər ailələrin ahını alıb, nə qədər övladları imkansız qoyub, atalarını, uşaqlarının yanında baş aşağı eləyib. Biz isə xalq olaraq hələ də bu qaziləri, veteranları və digər haqqı tapdalanmış insanların haqqını tələb eləməyə birlik qura bilmirik. Biz bir olmayana qədər bu hakimiyyət bizi yıxıb sürüyəcək, bizi tapdaq altında qoyacaq, bizim bütün haqlarımızı, bütün hüquqlarımızı məhv edəcək. Ona görə də biz bir olmalıyıq ki, bu hakimiyyətlə mübarizə apara bilək.